Salamlar hər kəsə. İlk növbədə mən dəstəkləyən və xoş sözlər yazan hər kəsə təşəkkür etmək istəyirəm. Bu mənim üçün həqiqətən çox xoşdur. Demək, bugün şərtsiz sevgiyə necə daha tez keçid edə bilərik? Yəni gündəlik həyatımızda necə daha rahat şəkildə şərtsiz sevgiyə keçid edə bilərik? Bunun haqqında danışmaq istəyirəm. Əslində keçən videoda şərtsiz sevginin vacibliyindən danışdım. Bu dəfə isə biraz daha praktika yönümlü video olsun istədim. Demək, mən bu praktikanı əslində kitabdan oxumuşdum. Rus dilində bir kitabdır. Жизнь без ограничений. Düzün desəm, mən Azərbaycan ilə tərcüməsini görməmişəm. Amma onu deyim ki, kitabın əsas mövzusu bu texnika üzərindən gedir və bütün mövzu bu texnikanı əhatə edir və mən sizə indi bunun haqqında danışacağım və həyatınızda tətbiq edəndə özünüz də dəyişimləri görməyə başlayacaqsınız. Demək, texnika nədən ibarətdir? Əsas bu 4 cümlədir. Demək ki, təəssüf edirəm, bağışla məni, təşəkkür edirəm, səni sevirəm. Bu 4 cümləni biz təkrarladıqda biz artıq hiss edirik ki, daxilimizdə huzur hissi, xoşbəxtlik hissi artmağa başlayır və biz beləliklə şərtsiz sevgiyə keçid etmiş oluruq. Məsələn, bir hadisə baş verir həyatımızda, gündəlik həyatımızda elə olur ki, müəyyən cüzi bir problemlər bizim beynimizdə çox uzun müddət qalır və bizi daha negativ duyğular yaşamağımıza və bunu daxilimizdə böyütməyimizə səbəb ola bilir. Amma bu texnika bizim fokusumuzu o anda dəyişməyə kömək edir və biz artıq problemi böyütməyərək fokusumuzu daha müsbət yönə dəyişə bilərik. Demək, bu texnikanın mənası nədir? Bir hadisə baş verirsə, biz ətrafı dediyim kimi biz ətrafı idarə edə bilmərik. Amma bizim reaksiyalarımız, bizim baxış bucağımızı həmişə biz idarə edə bilərik. Və bir hadisə baş verirsə, biz o anda fokusumuzu dəyişmək üçün daxilimizə yönəlirik. Baxın, görün daxilinizdə hansı emosiyalar hiss edirsiniz o anda. Əgər kədər hiss edirsinizsə, bir qırılmışlıq hissi varsa, siz artıq daxilinizə yönələrək bu cümlələri təkrarlayırsınız və zamanla görürsünüz ki, daxilinizdə o huzur hissi artır. İlk 2 cümlədə təəssüf edirəm, bağışla məni. Siz artıq daxilinizə yönəlirsiniz və o qırılmış, kədərlənmiş hissənizə bu sözləri deyərək sanki onu başa düşdüyünüzü və sanki daxilinizdə o emosiyanı hiss edən nahiyəyə onu bildirərək siz artıq daha belə rahatlaşmış hiss edirsiniz. Sondakı 2 cümlə isə siz artıq şərtsiz sevgiyə keçid etmək üçün var. Məsələn, deyim, təşəkkür edirəm, səni sevirəm və bunu hiss edərək deyəndə siz hiss edirsiniz ki, daxilinizdə bir huzur yaranır, sevgiyə keçid edirsiniz və pozitiv bir bədəninizdə rahatlaşma yaranır. Siz istəsəniz videonu indi dayandırıb bunu özünüzdə yoxlaya bilərsiniz, amma hiss edərək edin. Belə gözünüzü yumursunuz, o daxilinizdə sizi kədərləndirən hissənizə yönəlirsiniz, deyirsiniz, məni bağışla, təəssüf edirəm, səni sevirəm, təşəkkür edirəm. Baxın, o daxilinizdəki o emosiyaları, sevgini böyütdükdə görərsiniz ki, sizin daxilinizə nə qədər rahatlaşma gəlir, huzur enerjisi artır və artıq Yaradanla daha yaxın olursunuz, axışda olursunuz və görürsünüz ki, daha rahat qərarlar verirsiniz, daha rahat addımlar atırsınız və bu sanki sizin müəyyən bir hadisə barəsində düşüncələrinizi təmizləməyə kömək olur. Siz artıq bir hadisə baş verən kimi o saniyə fokusunuzu dəyişməyə bacara bilirsiniz. O saniyə düşünürsünüz ki, artıq mən təşəkkürə keçirəm. Əslində yəni adi vaxtı özünüzə qıraqdan müşahidə etməyə bacarın. Görün siz hansı emosiyaları daha çox hiss edirsiniz və siz əgər daxilinizdə huzur hiss etmək istəyirsinizsə, siz bu andan başlamalısınız o huzur hissini böyütməyə daxilinizdə. Və bu cümlələrdə buna kömək olur. Yəni bizim o yolda irəliləməyimizə daha, necə deyim, daha rahat irəliləyimizə kömək olur. Siz fikir veribsiniz ki, bizim həyatımızda əslində bütün bizim beynimizdə görülən problemlər bir zaman sonra əslində necəsə həll yolu tapır. Amma bəzən elə olur ki, bir problem həllini tapanda biz arxaya dönüb baxırıq ki, bəs mən bu qədər stress çəkdim, mən bu qədər yoruldum, yəni buna dəydimi?
Yəni məsələ ondadır ki, bizim olmaz dediyimiz, çətin həlli var dediyimiz bütün problemlər həmişə öz həll yolunu tapır və biz düşündüyümüzdən də daha gözəl yolunu tapır. Amma məsələ ondadır ki, biz o yolda hansı hisslərə önəm verdik, necə özümüzü o yolda özümüzü necə apardıq, hansı hisslərimizə daha üstünlük verdik və bizə əslində pis edən o hadisədən sonra bizim o yolda çəkdiyimiz narahatlıq olur və biz o narahatlığı azaldaq deyə biz hər dəfə beynimizə neqativ düşüncə gələndə, neqativ hiss gələndə biz artıq o saniyə fokusumuzu dəyişirik və şəxsi sevgiyə keçid edirik və bir zaman sonra görəsiniz ki, siz artıq ətrafda neqativ bir şeylər daha az görürsünüz. Fokusunuz çünki artıq müsbətə yönəlir, sevgiyə daha çox yönəlir, daha çox huzurlu hiss edirsiniz və beyniniz sizə bunu təsdiq edən hadisələri göstərməyə başlayır sizə. Bunu əslində bu texnikanı müəyyən bir insanla da edə bilərsiniz. Məsələn, hansı insanla bir narahatlığınız varsa, biraz davanız olubsa, əgər sizə yəni o rahatlıq vermirsə ki, başqa insanı gözünüzün qabağına gətirmək, siz sadəcə yenə də daxilinizə yönəlirsiniz. Amma başqa insanı da gözünüzün qabağına gətirib bu sözləri təkrarlaya bilərsiniz. Görəsiniz ki, o daxilinizdə huzur hissi artdıqda ətrafdakı insan da bir müddət sonra görəsiniz ki, öz-özünə gəldi, sizlə bəlkə söhbət elədi, necəsə problem həll oldu. Yəni bir sözlə bir zaman sonra görəsiniz ki, artıq beyninizdə neqativ düşüncə gələn kimi, emosiya gələn kimi bu cümlələri təkrarladıqda hiss edərək siz artıq o düşüncəni silirsiniz, o yaddaşı silirsiniz və onun yerini nə qədər çox sevgi ilə doldursanız, o qədər də sizin həyatınızda daha huzurlu, daha gözəl emosiyalara yer açılar. Ona görə də baxın, bu cümlələri yenə təkrarlayım. Rus dilində də deyim, bəlkə kiməsə daha rahat olar rus dilində demək. Onlar üçün də belə deyim ki, Мне очень жаль, прости меня, благодарю тебя, люблю тебя. Bu cümlələri rus dilində, Azərbaycan dilində də yenə deyim, təəssüf edirəm, bağışla məni, təşəkkür edirəm, səni sevirəm. Və bu cümlələri hiss edərək təkrarlayın. Bir zaman sonra görərsiniz ki, artıq huzurunuz daha çoxalır, daha həyata pozitiv baxmağa başlayırsınız. Artıq görərsiniz ki, beyninizdəki o neqativ düşüncələr daha da azalmağa başlayır zaman keçdikcə və həyatda daha çox müsbət tərəf, həyatın daha çox müsbət tərəfini görməyə başlayasınız. Belə, bugün bu texnika haqqında danışmaq istədim. Belə, sağ olun, özünüzə yaxşı baxın.